Xoş gördük. Azərbaycan hakimiyyəti Xocalıda qətliam törətmiş Vaqif Xaçaturyan və digər 3 nəfəri azadlığa buraxıb Ermənistana göndərdi. Hamını düşündürən bir sual oldu ki, Azərbaycan xalqına qarşı nə vaxt hümanist olacaqlar? Hümanizm nəyə görə? Əliyev hakimiyyəti elan etdi ki, bəs biz ermənilərə baxmayaraq onlar Xocalıda qətliam törədiblər, onlara hümanizm nümayiş etdirdik, ona görə azadlığa buraxmışıq. Vardanyan, Arayə Karutunyan və digərləri qalıb, onları da yəqin ki, qarşıdakı aylardamı, həftələrdəmi azadlığa buraxıb, onları da yəqin ki, göndərərlər. Biz ölkədə və yaxın regionumuzda baş verən hadisələri iş adamı, Amerikada yaşayan mühacir İlqar Hacıyevlə danışacağıq. İlqar bəy, xoş gördük. Tural bəy, xoş gördük. Azərbaycan xalqı, xoş gördük. İnşallah inanıram ki, İlham Əliyev ha vaxtda bizim xalqa qarşı da fikrin dəyişər. Hətta bizi ermənidən də aşağı bir gün hörmətsiz eləyibdir. Bizim gənclərimizi, bizim mühacirlərimizi, bizim adamlarımızı birini tuturlar, birini öldürürlər. Ancaq biz görürük ki, Vaqif Xaçaturyan elə neçə dənə açıq-aşkar cinayəti açıldı. Elə belə yox. Deyək ki, bu separatistdir, onu İlham Əliyev elə belə buraxdı. Ancaq faktla, hətta məhkəmə dinləməsində üzünə duranlar da olmuşdu, adamlar da yığışmışdı. O bizlərini o qədər dərindən tanımıram, ancaq Vaqif Xaçaturyan belə daha çox mediada daha çox eşidilmiş adamdır. Araykı da bırakıbdı. Heç mən fikir vermədim. Yox, Araykı buraxmayıb, o növbəti mərhələdə onlar da olacaq. Çünki Trumpdan belə göstəriş alıb. Bunları danışacağıq. Dəyərli izləyicilər, xahiş edirəm ki, yayımı sona qədər izləyin. Çox vaxtınızı almayacağıq. Bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Şəxsən mənə Azərbaycan hakimiyyəti hümanizm göstərmədi. Dekabr ayının 26-sında 16 il müddətinə mənə Azərbaycanda Bakı Ağır Cinayətlər Məhkəməsində qiyabi həbs cəzası çıxartdı. Qarşıdan isə müsahibim İlqar Hacıyevin məhkəməsi gəlir 26 yanvar tarixində. Görək ona hansı illəri, belə deyək də, şərləyib hökm oxuyacaqlar. Özündən soruşaq, Bakı ilə əlaqə saxlayıbmı, Bakıdan onu çağırırlar, nədir məsələ? İstintaqı necə gedir Bakıda, xəbərdardırmı, yoxsa İlqar bəy, siz vecinizə almırsınız? Tural bəy, sən necə vecini alırsansa, mən də elə bu işi vecimə alıram. Ancaq təəssüflər olsun ki, bizi xalq düşməni eləyibdilər. Biz nədir İlham Əliyevin cinayətlərini və İlham Əliyevin ətrafının korrupsiyasından danışırıq, cinayətlərini açırıq. Biz nə eləmişik? Vaqif Xaçaturyan kimi biz gedib Azərbaycanlılarımızı öldürmüşük, İlham Əliyev ailəsini öldürmüşük. Nə eləmişik biz? Nəyə görə? Tural Sadıqlıya nəyə görə? 14 il, Tural bəy? 14 il. Ay maşallah, maşallah. 14 il. Nədir bir 50 il verərdiniz də elə birdən 14 il nə idi? Deyirəm, hətta erməni Xaçaturyan, Vaqif Xaçaturyan Dəyərli həmvətənlər, yayımda qalın, bəyənin, paylaşın. Vaqif Xaçaturyan görün Azərbaycan xalqına nələr eləyib. İlqar bəy yenidən indi qoşacam mən. Baxın, bu kadrları yəqin görmüsünüz. Şahin Ağayev tez-tez bunu paylaşırdı. Abi, hala. Deyir, tanıdın məni, işgəncə verdiyi adamlardan biridir. Sağ qalın. Asak.
Və bunu Məhkəməsi keçirilən Vaqif Xaçaturyanla birlikdə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürən, 14 nəfərə xəsarət yetirən, 358 nəfər azərbaycanlının isə qanuni yaşadıqları yerdən didərgin salan ermənilərin adı məlum olub. Məhkəmə səndədir. Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın istintaqa verdiyi ifadə elan edilib. Xaçaturyan məhkəmədə özünün təqsirli bilmədiyini elan edib. Özünüz nə işlə məşğul olmuşsan görürəm? İlk o deyil ki, plan verinci zamanı. Çox da sürücü olmuş. Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmədə ifadə verən zərər çəkənlərin nümayəndələri və varisləri Xaçaturyanın Meşəli soyqırımında iştirakını, o cümlədən də qətllər törətdiyini təsdiqləyiblər. 18 yaşım vardı. Mən işgəncə görəndə ondan mən sürücülük məktəbinin imtahan verməsinə gedəndə onun təzələnən dəstəsi tərəfindən tutuldum. 3 nəfər. Bir nəfər orada imtahana gedirdik, bir nəfər elə orada öldü. Laçın rayonunda. O 3 gün onun bizə verdiyi o işgəncə şəxsən mənə. Mən ölümə yalvarmışam ki, ölək də, yəni Hansı işgəncələr verirdiniz? nə deyim, nələr olmurdu? Döymək. Ancaq döymək, ancaq bıçaq yaraları. Hamısını mən yəni izahat vermişəm, ekspert eləyiblər, bilirlər. Mənim ailə üzvlərindən qardaşıma ayağından yaraladılar, güllə yarası ayağını itiribdi. Bir qardaşım influensdir. Özümə güllə dəydi, yüngül yaralıydım. Biz çıxa bilmədik, gizləndik. Bu Vaqif Xaçaturyan bizim həyətə gəldi. Mənim atamı səslədi ki, hardasan, çıx. Atam həmin vaxt icra nümayəndəsi idi, təşkilatçı idi. Kətdə, yəni təşkilatçı adamları bunlar axtarırdı əsir götürmək üçün. Sən Ramilər, İbrahim bilmirəm, nəsə Tural bəy, nəsə olan şeydir. İzlədinizmi İlqar bəy? Bəli, izlədim. Bəli, bu faktdır, bu sübutdur. Ancaq bir dənə bir şey göstərsinlər ki, 14 il Tural Sadıqlıya iş verdilər. Tural Sadıqlı Azərbaycanlını və yaxud da hətta İlham Əliyevin ətrafını kiməsə işgəncə veribdi, kiminsə pulunu mənimsəyibdi, kimisə döyübdü, kimisə öldürübdü. Yəni bu açıq-aşkar görünür ki, İlham Əliyev Trump'ın qorxusundan bu gün Ermənistana benzini də ucuz satır. Yəni elə bir bizim xalqa qıcıqdır. Yəni yeni il qabağı bizə göstərdilər ki, Azərbaycanda 10 qəpik, 5 qəpik benzinin qiyməti qalxdı. Bütün günü də özdə bu Azərbaycan mediası, hələ qoy kənara Ermənistan mediasını. Azərbaycan mediası bütün günü göstərir ki, yəni Paşinyan İlham Əliyevi tərifləyir ki, Azərbaycanda, Ermənistanda 15% benzinin qiyməti düşübdür aşağı. Yəni İlham Əliyev, ayıb olsun sənə, ar olsun sənə. Sən durub xalq düşmənlərini azad edirsən. Biz gəldik, Tural bəylə hər birimiz dəstək veririk ki, Ermənistan, Azərbaycan, yəni müharibə bitsin, balalarımız qırılmasın. Ancaq bu o demək deyil ki, sən Ermənistan separatistlərini sən buraxasan, aparıb öz əlinlə Ermənistana təhvil verəsən və milyardlar xərcləyəsən, milyonlar xərcləyəsən, Avropada, Amerikada bu mühacirləri ya öldürtdirəsən, ya da tutuzdurub gətirəsən Azərbaycana. Yəni, cavan qızlarımız türmədə. Ya humanistsə, nəyə görə bu jurnalist qızları buraxmır çölə? Yəni, humanist deyirləsin də, bu boyda ailələri, yaxınları, anaları gecə-gündüz ağlayırlar. Gecə-gündüz dəfələrlə rastıma gəlib bu jurnalist qızların anaları, yaxınları. Onlara sən işgəncə verirsən. Ancaq sən Ermənistan, deyirəm, biz Ermənistanla düşmən olmamalıyıq. Mən demirəm biz, ancaq o demək deyil ki, sən öz xalqını əz, tutdur, qiyməti qaldır, zülüm ver, işgəncə ver. Vaqif Xaçaturyan kimi cinayətkarlar nədir? Sənə Trump barmağını əstribdir ki, orada ağlını başqa yığ və Ermənistanla nə məsələlərin
varsa bağla, humanistlik eləyib xalqa qücət verirsən. 80 manat bu bizim müharibədə neçə illər əziyyət, zülüm çəkilən insanlar özünü intihar eləyir. Bizim qazilərimiz 80 manat pensiya alır. Sən humanistlik eləyib, Vaqif Xaçaturyan buraxırsan, kimi buraxırsan. Yəni bu İlqar bəy, siz ABŞ-da yaşayırsınız. Tükürməkdir. Bəli. Amerika Birləşmiş Ştatlarında yaşayırsınız və yəqin siz də izlədiniz. Trump Netanyahu ilə görüşdə Azərbaycanı xatırladır, deyir ki, mən onları başa saldım. O izlədinizmi o kadrları? Bəli, çox gözəl izlədim. Hətta neçə dəfə qayıtdı ki, Azərbaycan deyir, düz dedim, deyir, neçə dəfə səhv demişdi axı Azərbaycan. İndi olar bu, yəni belə deyək, Azərbaycan hər bir Amerikanın yəni dilinə biraz ağır gələn, çətin gələn bir ölkədir. Ancaq tək adına görə yox. Belə ölkə də öz-özünə çətin bir ölkədir. Orada açıq-aşkar nə dedi Trump? Dedi ikisini də çağırdım, Paşinyanla İlham Əliyev. Dedi ikisini də çağırdım. Hədələdim ki 200% sizə nə vergi nə qaldıraram, nə eləyərəm, nə tər eləyərəm. Deyir, ikisi də quzu balası kimi getdilər, qol çəkdilər. Yəni deyirəm, Tural bəy, çox sağ olsun Trump. Yəni Trump olmasa bir gün gələndə bizim balalarımız qırılırdı orada. Yəni çox sağ olsun ki, Trump bu məsələni, bu müharibənin neçə il zülmün nöqtə qoydu. Ancaq o demək deyil ki, sən İlham Əliyev öz xalqına işgəncə ver, zülm ver, öz xalqının vergisini qaldır, nə bilim tutdur, öldürtdür. Burada da humanistliyini göstər ki, beynəlxalq arenada özünü göstərirsən ki, İlham Əliyev Ermənistana taxıl buraxdı, İlham Əliyev benzin göndərdi, İlham Əliyev Xaçaturyan buraxdı. Nə vaxt deyəcəklər ki, İlham Əliyev öz xalqı üçün, nə bilim, öz xalqına, acından ölən kasıb xalqına, nə bilim, pensiyasını qaldırdı, real pensiyasını, 3 manat yox. Ancaq ən azından Ermənistanla Gürcüstan, bugün bizim neftimiz var, qazımız var, nə bilim, nəyimiz yoxdur, qızılımız var, düzdür, var bizim deyəndə ad bizimdir, dad İlham Əliyevin və Paşa Holdingindir. Ancaq faktiki Azərbaycanın da, yəni bir şey deyəndə deyirlər ki, xalqındır. Ancaq Ermənistanın nə qazı var, nə işığı var, nə nefti var, nə başqa bir şey var. Gürcüstanda həmçinin. Ancaq Gürcüstanda pensiyası Azərbaycandan artıq, orta maaş Azərbaycandan artıq, nə bilim Ermənistanda həmçinin. Bu necə olan bir şeydir ki, deməli İlham Əliyev, sən öz xalqına zülm verirsən, işgəncə verirsən, xalqa da oturub belə üzünə tüpürməkdir xalqa. O çıxıb orada öz Mirşahin kimi propagandistlara deyir ki, müsahibə verəndə deyir, Azərbaycanda hər bir insan özünə iş yeri tapa bilər, deyir, kənd təsərrüfatında və inşaatda. Ona da gələcək İlqar bəy. Mövzudan mövzuya keçməyə ona gələcək, sizə xüsusi sualım olacaq. Çünki siz inşaat sektorunda işləmisiniz, iş sahibisiniz. İlham Əliyev də deyib ki, gedin inşaatda işləyin, orada iş yerləri var. İlqar bəy başa salacaq ki, orada nə iş yerləri var, özü də inşaat sektorunun müdürü, rəhbəri olubdur. Mən istərdim ki, Əliyev hakimiyyətinin Xaçaturyan və digər o erməniləri həbsdən azad edərkən verdiyi bəyanatı da oxuyum. Belə qeyd olunur ki, biz Xaçaturyan və digər 3 nəfəri Azərbaycan həbsxanasında yaxşı saxlamışıq. Siz də gördünüz də yəqin ki, Xaçaturyan 2 il əvvəl tutulmuşdu və tutularkən hansı formada idi? Azərbaycan həbsxanasında məhkəməyə çıxarılanda 1 il yarımdan sonra belə qəşəng şişmiş, yaxşı baxılmış. Mən sual etmək istəyirəm ki, Azərbaycanda o digər istər siyasi məhbus, istər qeyri-siyasi məhbuslar həbsxanalarda dərd əlindən yer yoxdur. Bütün məhbusları dərd. Bir də Tofiq Yaqubluğunu göstərsinlər. Başqa bir Azərbaycan qanunu olan bir adamı göstər. Xaçaturyan maşallah elə bil ki, kurortdan qayıdıb.
Və Həqiqətən bildirir elə ki, Azərbaycanda kurortda olubdu bu adam. və bildirilir ki, bütün həkim müayinələrindən vaxtında keçirilib, vaxtında müayinə olunub, müalicə olunub və ən sonuncu Həkəridən Ermənistana təhvil verilən zamanda müayinə və müalicə olunub, sağlam şəkildə Ermənistana təqdim verilibdir. Biz gördük Azərbaycan həbsxanalarında insanlar xərçək tuturlar, xərçək xəstəliyi tuturlar. Onlardan da biri Əvəz Zeynallı idi. Başına oyunlar gətirdilər. Həbsxanadan çıxanda onun da halını gördünüz. Mən indi ürəyim Səs ağrıyır. elə onun bil ki, videosunu. qırla-qırla gəlir Tural bəy. Onun mən görüntülərini görəndə ürəyim ağrıdı. Əvəz Zeynallının görüntülərini görəndə. Tural bəy, Çox bərbad bir səsiniz haldadır. itir, səsiniz qırla-qırla gəlir. Ola bilər. Buyurun, İlqar bəy. Mən istərdim ki, sizin probleminiz, o istintaqınızı danışasınız siz. Sizə neçə il iş verməyə planlaşdırırlar? Bilmirəm indi qoy saat 14 veribdilərsə mən də yəqin İlham Əliyevin 4 milyard borcu var. Mən 140 il verməlidir ki, mən heç vaxt Azərbaycana qayıda bilməyim və o pullarını mənimsəsinlər, yesinlər. Hətta bu çirkli oyunlarını xalqa göstərsinlər ki, İlham Əliyev tək blogerləri yox, hətta İlqar Hacıyev kimi iş adamlarını, heç kim onun qabağında dura bilmir. Tural bəy, elə bil ki, qırla-qırla gəlir, gedir səs. Ola bilər sizin internetinizdə problem var, ona görə. Mənə də siz elə gəlirsiniz. Amma yəni ekran buradadır və efirə də belə gedəcəkdir. Mən də göstərilən kimi gedir. Narahat olmayın. Buyurun, danışın siz. Eşidirəm sizi. Onu demək istəyirəm ki, yəni İlham Əliyev birinci bir şou göstərir. Nə bilim, artıq bilmirəm, neçə nəfər artıq məhkəməsi olub. Bildiyimə görə 20 nəfərə yaxındır bu mühacirətdə olan adamlar, blogerlər, iş adamları. Tural bəy, sən daha yaxşı bilərsən. Neçə adamdır, neçə nəfərdir? Konkret sayını bilmirəm. Gündən günə də artırırlar, gündə birinə iş açırlar. Adiyyəti oldu, olmadı. Yəni mən yadımda sizin ilk məhkəməniz bilənlərdən mi olacaq? Birinci məhkəməniz mi olacaq? Tural bəy, ayın 12-si deyərsən birinci məhkəmə olubdu, 12-si. 26-sı da ikinci məhkəmə olacaq. Mən də elə prokurorluqda bilirsən ki, neçə il mənim, yəni bunların içərisində adamlar olub, tanışlar olub. Bütün işin içərisində bəzi sənədləri mənə göndəribdilər. Mən qabaq heç dəqiqlə reallıqla bilmirdim ki, bu kim mənə bu işi qaldırıb. Deməli, Qod Nisanovun xalası oğlu Vladislav Yusuf. İlqar bəyin internetində yenə problem olduğu görsənir və onu yenidən mən qoşacağım. Və İlqar bəyin bildiyiniz kimi Rusiyada da Azərbaycanı tərk etdikdən sonra biznesi olub və Qod Nisanovla şərik olub və ondan sonra Qod Nisanov da Əliyevin Rusiyadakı ən yaxın adamlarından onu orada alladıb, onun binasını əlindən alıbdı və hətta ofisini əlindən alıb, o ofisinin siz videosunda gördünüz ki, sonra Emin Ağalarov oradan video çəkir ki, bizim burada ofisimiz açılıb, təzə ofisimiz və atamın halal puludur. İlqar Hacıyev çıxdı, danışdı bundan bağlı ki, sənin ay utanmaz, hardan halal pulun olur? Bax, videonu mən paylaşdım ki, İlqar Hacıyevin ofisidir orada və oradan da polislər gəlib onları çıxardırlar və balaca Heydərin adına bir proyekti, layihəni də İlqar Hacıyevin əlindən alırlar, sonra Rusiyadan da didərgin düşür. Görə İlqar bəy hansı faktları tapıbdı, ona açılan Bakıda cinayət işində bildirir ki, Qod Nisanovun adamının adı hallanır. Dəyərli dostlar, xahiş edirəm, o videonu bəyənin, paylaşın və mən biraz əvvəl qeyd etdim. Azərbaycan həbsxanalarında insanlar çimə bilmirlər, isti suları yoxdur. Mən Əvəz bəyin video çıxışını izlədim. Bakıda, digər yerlərdə, həbsxanalarda isti su yoxdur. Atapleniya işləmir çox yerlərdə. Milyonlarla yox, 10 milyonlarla pul ayrılıb ki,
güya həbsxanaların infrastrukturu düzəlsin, atopleniyası, isti suyu, soyuq suyu, hər məhbus üçün dövlət büdcəsindən pullar ayrılır. O pulların da xeyli bir hissəsini Avropa Birliyindən Azərbaycan hakimiyyəti yardım alıb ki, Azərbaycanda həbsxanada olan məhbuslara pullar ayrılsın, onlara baxılsın, yeyirlər hamısını. Yeyiblər, talayırlar və Azərbaycan məhbusları, hətta içlərində şərlənmiş Azərbaycan məhbusları, içlərində məcbur olub iş tapa bilmədiyi üçün övladına çörək aparmaq üçün oğruğa əl atan Azərbaycan gəncləri, oğulları, qızları, onlara baxan yoxdur. Amma Vaqif Xaçaturyanlar şişirdilib və bütün müayinələrdən keçilir və Ermənistana təhvil verilir. Hanı ədalət, hanı hümanizm? İlqar bəy, buyurun, məhkəməniz. Tural bəy, bu dağlar tərəfdəyəm. Biraz buralarda internet zəifdir. Hətta bu Wi-Fi-yə də qoşuldum, nəsə yəqin ona görə atır. Bilmirəm, bu nə məsələdir. Eşidirsən mən? Eşidirəm sizi. Sizi dərsini axtarışa veriblər, siz də dağlara qaçmışsınız, hə? Yəqin İlham Əliyevin əlindən dağlara qaçmışam. Yəni, Tural bəy, səsim gəlirsə geri dönək. Buyurun, danışın siz, danışın. Hər şey yaxşıdır. Bəli, deməli, Vladislav Yusupov, Qod Nisanovun, deməli, xalası oğlu Ramil Usubova, hələ Ramil Usubova 2019-da ərzə veribdir ki, İlqar Hacıyev məndən 10 milyon pul alıbdır, hansısa bir hissəni də Bakıda alıbdır. Ancaq bir Allahın qabağında Tural bəy, bu adamdan mən Bakıda heç vaxt görüşməmişəm. Faktiki bu adam, yəni yalan danışır. Bu adam Piragovskaya Riviera, bu Akord Smart Portal, Vernatskay 500 milyonluq mənim layihəmi zəbt edibdilər və faktlar var. Sizin də hətta kanalınızda necə Qod Nisanovun adamları, həmən bu Vladislav Yusupov mənim inşaatlarımı, mənim ofislərimi necə zəbt edir. Həmin adam Azərbaycanda Rusiyanın, onsuz da yəqin düşünübdülər ki, Rusiyanı artıq onsuz da bu Interpol'a zada vermişdilər. Mən də Rusiyanın Interpol'una özüm bilirsən ki, heç reaksiya verən yoxdur. Hətta eyni Azərbaycanın bu yaramaz Vladislav Yusupov mənim 500 milyonluq malımı, mülkümü İlham Əliyevin oğlu Heydər Əliyevin adından Qod Nisanovdan zəbt edibdilər və belə bir çirkli bir oyun açıbdılar. Görəm ki, mən Bakıda 2000 bilirsən ki 10-cu ildən sonra mənim iş fəaliyyətim yoxdur. 2010-cu ildə İlham Əliyev Əşrəf Kamilov üzərindən, nə bilim Fazil Məmmədov, Zakir Qaralov, Bəylər Eyyubov, Əli Nağıyev üzərindən Akord şirkətini bilirsən ki o vaxtı ələ keçirdilər. Ondan sonra mən əlimdə qalanı, yığanı, nəyim var idisə, Tural bəy, getdim Moskvada iş görməyə. Getdim 50 milyon dolar Moskvaya pul qoydum. Nə bilim, Piragovski Riviera, Akord Smart Portal, nə bilim bu Vernatskay. Və həmən yaramaz Qod Nisanovla bunlar mənim başımı qatdı ki, ay belə işlər görəcəyik, ay bunu eləyəcəyik. Deməli, bunlar mənim yanımda inşaatı öyrəndilər, Tural bəy. Ondan qabaq bu Qod Nisanovla həmən bu Vladislav İsay Zakharyev bazarda turşi satırdılar İlham Əliyevlə bir yerdə. Yəni bunlar inşaat nə deyilən bir şeydirsə, həyatı boyu bilmirdilər. Yəni bu Yahudilər əməşə alverçi olub da, gedib alverini eləyibdilər. Can sağlığı, burada ait bir şey yoxdur bazarda turşi satmağı. Yəni burada bir şey ancaq durub xalqın, Azərbaycanlıların orada hər biri məni eşidən təsdiq edər. Nə zülümlər açır bu Qod Nisanov, Vladislav Yusupov, obrisi işgəncə verir və Azərbaycanlıların, mənim kimi Azərbaycanlıların malını, mülkünü ələ keçirdirlər. Birinci işi öyrənirlər, Tural bəy. Baxırlar ki, bu gözəl bir işdir. Ondan sonra deyirlər ki, burada İlqar Hacıyev niyə pul qazanmalıdır? Deməli, mənim malımı, həm malımı oğruyubdular, həm də mənə şər atıbdır ki, bu yaramaz mənə Bakıda
3 milyon pul veribdi, nə qədər veribdi. Ancaq Allahın adına and olsun ki, Tural bəy, mən bu yaramaz gədəklə Vladislav Yusupov, onun qodun otağında bir qoduq kimi, qodun köməkçisidir. Əlinin altında ora-bura bütün qodun bu sanksiyada altında olan malları, hamısı bu küçüğün adındadır Vladislav Yusupovun. Bu Vladislav Yusupov, Ramil Yusupov, nə oturublar, Qod Nisanov, indi Zakir Qaralovun bu işin içərisində əli var, yoxdur, Allah bilər. Ancaq məndə fakt səs var, harda ki Zakir Qaralov and içir ki, onun əlaqəsi bu işdə yoxdur. Bunu eləyən Qod Nisanovla, nə bilim, yəni bir tərəfdən də başa salır ki, Qod Nisanov birbaşa İlham Əliyevlə eləyibdir. Yəni o vaxt yadındadırsa Zakir Qaralov məndən barışmaq istəyirdi. Yəni məktub zətlə göndərmişdilər ki, mən İlham Əliyevlə çıxıb üzr istəməliyəm, nə etməliyəm. Ondan sonra mənə icazə verəcəklər, cinayət işlərini, özləri açdığı cinayət işlərini mənim üzərimdən çıxardacaqlar. Orada faktiki birbaşa Zakir Qaralovun qaynı deyir ki, bu işi biz bu saat Əli Nağıyev həll eləyib, çıxardır, ancaq bizlik deyil, bu Qod Nisanov eləyib. Yəni bizdən bu işi bilmə. Əsas önəmli odur ki, İlham Əliyevdən çıx üzr istə və ondan sonra bütün nəyin varsa bu cinayət işləri, açdığımız cinayət işləri sənin üzərindən çıxardar. Yəni bu yaramazlar Tural bəy. Sizdən çox yanıqlıdırlar, çox yanıqlıdırlar ki, deyir adımı sənə qoyum, səni də yana qoyum. Və özləri də çox yanıqlıdır ki, biri var ki şərata, bir də var ki tam əksinə də, yəni sizə edilmiş bir şeyi siz güya etmişsiniz kimi. Tural bəy, yəni bir adamın ağılına gəlməyən, özün düşün, mən milyardlarla Azərbaycanda devriyəm olubdur, milyardlıq şirkətim olubdur. Mənim cinayətim olsa, bir devlətdə cinayət işi açardılar ki, vergi pozuntusu, nə bilim, devlətin pulunu mənimsəyibdir, nə bilim, neyinibdir. Ancaq hası quldur 500 milyonluq mənim malımı oğruyub və İlham Əliyevin birbaşa oğlu Heydər Əliyevin adınla sonra da qurma iş qurubdular. Güya ki, Azərbaycanda mənə 10 milyon pul veribdilər. 3 milyonu, onun 3 milyonunu Azərbaycanda veribdilər. Yəni bu qədər yaramaz, bu qədər abırsız, hayasız bir işi, yəni sən mənim İlham Əliyev 5 milyardlıq elə Qod Nisanovla, Zakir Qaralovla, Bəylər Eyübovla, Əli Nağıyevlə 5 milyardlıq malımı, mülkümü oğramısan, yemisən, həm də indi mənə oğru eləyirsən. Ay yaramaz, ayıb olsun sənə, ar olsun sənə. Adamın bir kişiliyi olar, adamın bir namusu olar, qeyrəti olar. Həm mənim malımı oğra, həm də mənə bir gülməli bir cinayət işi aç ki, İlqar Hacıyev 10 milyon pul kimlənsə mənimsəyibdir. Ay yaramaz, niyə başqa bir adam, Qod Nisanovun qohumundan başqa, səndən başqa, niyə bir adam yoxdur ki, İlqar Hacıyevin adına bir cinayət işi açsın, bir şikayət eləsin, bir desin ki, İlqar Hacıyev mənim pulumu yiyibdir. Bu necə olan şeydir? Siz bunu Azərbaycanda güya etmişsiniz də. Tural bəy. Yəni güya da, yəni o pulu Azərbaycanda vermişsiniz, bu hadisə güya Azərbaycanda olub. Bəs Azərbaycandan necə o zaman Azərbaycan hakimiyyəti sizi rahat buraxıbdı, ölkəni tərk edibdi. Ondan sonra da elə bir Rusiyada da olmusunuz. İstəsəydi bir çıtma ilə, bir zənglə və yaxud da bir xahişlə sizi Rusiyadan istəyə bilərdi də. Deməli, bu o deməkdir ki, 2019-da güya belə bir şey olubsa, o zaman üzərindən 5 il keçəndən sonra, 2025-ci ildə 6 il keçəndən sonra İlqar Hacıyevə cinayət açırlar. Niyə? Çünki İlqar Hacıyev artıq 2023-cü ildən, 2022-ci ildən daha doğrusu başlayıb danışmağa və yadlarına düşüb ki, belə bir şeylə iş qura bilərik İlqar Hacıyevə və onu da Amerikadan istəyə bilərik. Amerikada bir neçə nəfərə cinayət işi açıblar. İçlərində Sevinç Osman qızı var, İlqar Hacıyev var, daha sonra Murad Quruyev adlı bir şəxs var və bilmirəm daha kimlər var. Avropada da
çox adam var da. Avropada bilmirəm 15-20 nəfər bəlkə də var. Saymaqla da artıq bitirmir. Və mən İlqar bəy indi yenə problem yarandı, internet problemi qayıdacaq indi. İlham Əliyevin 3 yanvar tarixində verdiyi bir açıqlama oldu ki, Azərbaycanda iş yerləri bu qədərdir. İnşaatda işləmək istəyən gedib inşaatda işləsin, getsin kənd təsərrüfatında işləsin. İnşaat yəni tikinti. Tikinti də İlqar Hacıyevin sahəsi olub. Akordun sahibidir, bildiyiniz kimi gerçək sahibidir. Və görək, indi ona ayrıca gələcək. İlqar bəyin sözü tamamlasın bu barədə. İlqar bəy, sizə Azərbaycanda 19-da güya bu hadisə olub. Bəs sizə ölkədən nətər çıxardıblar onu? Yəni, Yox, bu hadisə güya ki 2016-cı ildə Azərbaycanda mənə nəm 3 milyon pul veribdilər, nəm bir dənə də geydirmə kağız düzəldirdilər ki, İlqar Hacıyev nəm bu qədər pul təsdiq eləyir. 2 dənə də öz mühafizəçisi şahid qovdu ora. Biri qovumu, biri mühafizəçisi özünə şahid qovdu. Ancaq bir soruşan yoxdurmu? Tural bəy, səsin gəlmir. Bəs siz ölkədən necə çıxmısınız? Axı bir neçə ildən sonra ölkədən rahat çıxırsınız. Stopunuz üstünüzdə yoxdur. Orada telefonu normal tutun, zəhmət olmasa səs-küy gəlir. Hə. Buyurun. Bilmirəm, nəsə bu xəttdə problem var, nədə problem var. Xalqımız üzrlə hesab eləsin. Gələn dəfə rahat yerdə olanda yenidən bir yeni efir eləyərik, daha da gözəl. Deməli, Tural bəy, mənim hətta 2019-cu ilə qədər mənim nə mediada, nə Azərbaycanda, nə bir yerdə həyatı boyu bir dənə nə cinayət işimi olub, nə bir kiminsə şikayəti olub. Nə oldu 2019-cu ildə mənim malımı, mülkümü, Qod Nisanov, Zakir Qaralov 2010-cu ildən başlayıblar bu işləri, Tural bəy, özün bilirsən, akordu. 2019 artıq axırıncı nöqtə oldu. Bu bütün sənin kanalında var, efirində var. Xalqımız açıq, rahat girib baxa bilər. Necə Qod Nisanov quldurlarla mənim ofisimə girir, inşaatlarıma girir, mənim ofisimdən necə pullarımı çıxardır. Və bütün ondan sonra mənim direktoruma 8 il iş veribdilər, türmədədir. Leyla xahiş edən direktoru. Nədir bunlara şirkətləri tam əldən çıxartsınlar. Tural bəy, yəni bu adamlar 5 milyardlıq mənim İlqar bəyin internetində problemlər var. Görsənir ki, biz davam edə bilməyəcəyik. Və İlqar bəylə yenidən qayıtsın, onunla sağollaşaq və son sözünü desin. Dəyərli dostlar, mən həqiqətən də heyrət içərisindəyəm ki, Azərbaycan hakimiyyəti Xaçaturyanı buraxdı, Əli Xocalı sakinlərinin qanına batan insanları buraxır və Ermənistana göndərir, azadlıq verir. Bizi isə sürgün salıb, ölkə içərisində polis zorakılığı, hümanizm deyilən bir şey yoxdur. Ermənilərə isə hümanistlik göstərir. Bu ədalət deyil. Bu bir prezidentə yaraşan addım deyil. Bu ləyaqət deyil. Bu ləyaqətsizlikdir. Bunu mən qəbul etmirəm və xahiş edirəm ki, heç kəs qəbul etməsin. Birinci sənin öz vətəndaşın, humanistliyi öz vətəndaşına göstər. Ondan sonra başqa vətəndaşa, ən sonuncu Azərbaycanın illərdir düşməni olan erməni qəsbikarlarına, sıravi də erməni deyil, sıravi erməni olsa, nə bilim, hardansa keçib, gəlib Azərbaycana tutulub. Xeyr, bu Xocalı qatilidir. Xocalı qatili. Humanistliyi ona göstərirsən, vətəndaşına yox. Bu bağışlanmazdır. Mən qəbul etmirəm. Heç kəs də qəbul etməsin. Görüşənə İlqar bəy qayıtmır. Biz onunla yenidən görüşəcəyik. Çünki
Onun qarşısında məhkəməsi var. Ona nə qədər iş verəcəklər? Mənə 14 il veriblər. Məhəmməd Mirzəliyə 6 il yarım veriblər, başqa birinə neçəsinə 9 il veriblər və s. və ilə axır. Nə olar verin. Mən göstərdim də videolarımla sizin o qərarınızı necə qəbul etdim mən. İtimi göstərdim. İtimin salamat qalın dəyərli dostlar. İlqar bəy görsənir ki, qayıtmır. Biz onunla yenidən başqa bir gündə görüşəcəyik. Sağ olun.